Salam, xoş gördük. Yenə mən Gülnar Sədərov Muxtar. Deməli, Azərbaycanda ən yüksək əmək haqqı verilən, yəni ən çox maaş verilən sahələr açıqlanıb. Çox maraqlı məlumatdır əslində. Deməli, bu ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzla çalışan işçilərin orta aylıq nominal əmək haqqısı 1083 manat 80 qəpik təşkil edib. Məlumatı yeri gəlmişkən Dövlət Statistika Komitəsi açıqlayıb. Bildirib ki, əmək haqqı neft-qaz sektorunda 4171 manat 80 qəpik, qeyri-neft qaz sektorunda isə 1025 manat 70 qəpik olub. Ümumi siyahı da var, yəni ölkə üzrə orta aylıq əmək haqqısı yüksək olan sahələr kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, mədən çıxarma, emal sənayesi, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı, tikinti sahəsi, ticarət, nəqliyyat vasitələrinin təmiri, nəqliyyat və anbar təsərrüfatı, turistlərin yerləşdirilməsi və ictimai yaşayış, informasiya və rabitə sahəsi, maliyyə və sığorta fəaliyyəti, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, peşə, elmi və texniki fəaliyyət, inzibati və yardımçı xidmətlərin göstərilməsi, dövlət idarə etməsi və müdafiə, sosial təminat, təhsil, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət və digər sahələrdə xidmət göstərilməsindən bağlı da əmək haqqları yüksəkdir. Orada nominal əmək haqqları biraz fərqlidir, amma dövlət sektorunda olanlarla özəl sektorda işləyənlər arasında da əmək haqqlarında müəyyən fərqlər var. Amma bir maraqlı məlumat var ki, digər sahələrdə xidmət göstərilməsi məsələsində dövlət sektorunda 1808 manat 60 qəpikdir, amma özəl sektorda 1142 manat 50 qəpikdir əmək haqqı, ortalama isə 1290 manat 10 qəpik. Ümumiyyətlə, orta aylıq əmək haqqı məsələsi biraz problemlidir. Niyə problemlidir? Bunun hesablanması bilirsizlər ki, 2 əmək haqqı toplanır, bölünür 2-yə. Tutaq ki, məsəl üçün, mən 500 manat maaş alıram, amma digər bir başqa bir müəssisədə işləyən media işçisi isə 2000 manat maaş alır. Olur 2500 manat toplayırlar və onu bölürlər 2-yə, olur 1250 manat. Yəni, orta aylıq əmək haqqı 1250 manat olur, amma nəticə etibarıyla mən 500 manat almış olan. Bu bir növü, bunun belə el misalı var. Tutaq ki, varlı adam ət yeyir, kasıb adam kələm yeyir, amma ortaq olaraq onlar ikisi kələm dolması yemiş olurlar. Yəni, bu orta aylıq əmək haqqı prinsipdə belə bir şeydir. Ümumiyyətlə, bu maaş sistemində biraz məsələlərə dövlət tərəfindən bir nəzarət sistemi əslində olmalıdır. Çünki bazarda olan bahalaşma həddindən artıq yüksəkdir. Bugün bütün marketlərdə, bazarlarda, hər yerdə qiymət hər gün dəyişir demək olar. Ani qiymət dəyişiklikləri